Biz sizinlə mətnlərin formatlanmasının bir hissəsinə baxdıq. Daha doğrusu, şriftlərin formatlanmasına baxdıq. Yəni ki, şriftin rənginin dəyişdirilməsi, arxa fonun dəyişdirilməsi, ölçüsünün dəyişdirilməsi, qalın yazılması, maili yazılması və s. Bugün sizdən abzasların dəyişdirilməsinə baxacaq. Deməli, açırıq nümunə üçün yazdığımız mətni. Bizdə mətnimiz var. Mətn bir qədər də böyüdüm var. Aydın görsənsin, çox getdi. Mətnimiz var. Mətn üzərində gəlin baxaq, hansı əməliyyatları yerinə yetirmək olar. Abzaslar üzrə. Deməli, bizdə bir neçə abzas var. Hazırda seçilməsə də, indi mən əməliyyatlar apardıqca seçiləcək. Biz, kursorumuz birinci abzasdadır. Abzasları formatlamaq üçün biz paragraf qrupundan, home tab vərəqinin paragraf qrupundan istifadə edirik. Birinci bizdə nə gəlir? İlk olaraq bizdə gəlir mətnlərin, yəni daha doğrusu abzasların yönəldilməsi. Standart olaraq sola yönəldilmiş olur. Biz istəsək, məsəl üçün, sola yönəldilmiş nədir? Mətnə baxsaq görək ki, mətnin sol tərəfi bir xətt boyuncadır, amma sağ tərəfi girintili çıxıntılıdır, düzdür? Sola yönəldilir. Biz istəsək, sağa yönəldə bilərik. Mətnimizi sağa yönəltmiş olduq. İndi fikir verin ki, sağ tərəf bizdə düz xətt boyuncadır, sol tərəf girintili çıxıntılıdır. Və yaxud da hər iki tərəfə, yəni daha doğrusu tam yönləndirmə və yaxud da tam düzləndirmə. Yönəldirmə, düzləndirmə müxtəlif yerlərdə, müxtəlif variantlarda verilir. Hansı görsəniz eyni şeydir. Yəni sola düzlənmə, sola yönəldirmə, sağa düzlənmə, sağa yönəldirmə və yaxud da tam düzlənmə, tam yönləndirmə olur. Tam düzləndirmədə bizdə hər iki tərəfdə gördüyümüz kimi düz xətt boyunca düzlənmiş olur. Və bizdə ən çox bu variantdan istifadə olunur. Razılaşaq ki, misalcı standart olan sola düzləndirmədən tam düzləndirmə daha gözə gəlimlidir, daha gözə xoş gəlir. Və sənədlərdə, kitablarda falan hər yerdə demək olar ki, bu variantdan istifadə olunur. Bir də mərkəzə düzləndirmə var. Bizdə mərkəzdən keçən bir xətt boyunca, xəyali bir xətt boyunca simmetrik düzləndir. Fikir sol tərəfdə, sağ tərəfdə eyni qaydada girintili çıxıntılıdır. Okey. Mətnimizi eləyək tam düzləndirmə. Sonra bizdə nə var? Deməli, burada biz abzas yaradaq, yeni bir abzas. Bizdə nə var? Bizdə var, yenə kursor birinci abzasa qoydum. Sətirlər arası məsafə. Bax, 1, yəni normal, biraz ondan çox 1,15, 1,5, 2 aralıq qoya bilər. 1,5 qoyaq, baxaq. Deməli, birinci abzas, bax, bu seçilmiş birinci abzasda sətirlər arası məsafə 1,5-dir. Sonrakılarda isə 1,15-dir. Fərq görünür. Sonra nə edirik? Bunu qaytaraq əvvəlki formasına. Və 2 abzasdır. Abzas arası bizdə məsafə var da, görürük, abzaslar arası məsafə. Biz bunu da dəyişə bilərik. Eyni bayaq sətir arası məsafədən abzasdan əvvələ və abzasdan sonraya boşluq qoymaq var. Məsələn, məndə abzasdan sonra boşluq olduğuna görə remove space yazdım. Yəni ki, boşluğu sil. Vurduq, boşluq silindi. İstəsək, qayıdıb əlavə edə bilərik və yadda saxlayın. Abzasdan əvvəl və abzasdan sonra boşluq əlavə etməyin hər ikisini eyni vaxtda işlətmək olar, mümkündür. Sonra, yuxarı hissəyə keçməzdən əvvəl xəttkeş məsələsinə gələk. Birinci abzası seçmişik. Xəttkeşdə bizdə horizontal xəttkeşin üstündə, üfüqi xəttkeşin üzərində 3-4 düymə var. İlk düymə, bizdə yuxarıda solda olan düymə, abzasın birinci sətirdə hərəkət etdirmək üçündür. Seçdik, sağa dartdıqca, sola dartdıqca fikir verirsiniz. Abzasın yalnız birinci sətirini hərəkət etdirir, qalanları qalır yerində. İkinci düymə bizdə abzasın birincidən başqa yerdə qalan bütün sətirləri hərəkət etdirir. Fikir verirsiniz, biz sağa sola hərəkət etdirdikcə birinci sətir qalır yerdə, qalanları hərəkət eləmiş olur. Üçüncü düymə bizdə ümumilikdə abzasın sol tərəfini hərəkət etdirir. Yəni, birinci, ikinci sətir, üçüncü sətir hamısı birlikdə. Fikir verirsiniz, abzasın sol sətrini hərəkət etdirmiş oluruq. Sol sətrinin sol tərəfini. Dördüncü düymə də bizdə abzasın
sağ tərəfini hərəkətləndirir. Buna uyğun düymələr yuxarıda da var, indi göstərəcək. Abzasları bir-birindən seçmək üçün mən hamısını seçib, birinci abzasın belə deyək, girişini əlavə elədim. Giriş hissəsindəki girintini əlavə elədim da bizdə burada olan məsafəni. Okey. Sonra bizdə nə var? Bizdə var abzasın arxa fonunun rəngini dəyişdirilmə. Müxtəlif variantlar var, hansı istəsək seçə bilərik. Və bizdə oxşar əmr şriftlərdə də var idi. Şriftin arxa fonunun rəngini dəyişdirməkdən bunun fərqi nədən ibarətdir? Bizdə şriftin arxa fonunu dəyişdirsək, yəni ki, bax seçdim. Şriftin arxa fonunun rəngini dəyişdirməyi seçsəm, tünd rəng qonu seçilsin aydın. Fikir verirsiniz, sətirlər arası bizdə boşluq yaranır. Amma abzasın arxa fonun rəngini dəyişdirilməsi seçsək, məsələn, yenə də bir tünd rəng, fikir verirsiniz, boşluq yoxdur. Çünki bizdə bütöv bir abzasın arxa fonun rəngi dəyişir. Həmçinin biz abzası haşiyə ala bilərik. Buradakı əmrdən, borders əmrindən, istəsək aşağısından, yuxarısından, solundan, sağından, ümumiyyətlə ləğv edə bilərik və yaxud da bütün hər hissəsini haşiyə ala bilirik, çərçivəyə ala bilirik. Və bizdə var abzasın xəttkeşdəki bu düymələrə uyğun olaraq onlar kimi abzası sağa və yaxud da sola doğru sıxmaq var. Çəkmək var. Fikir verirsiniz, mən vurduqca elə bir bax bu xəttkeşi düymələrdə yeri dəyişir. Sanki bayaqki kimi xəttkeş də yeri dəyişdirirlərmiş kimi abzasın belə deyək, başlanğıcının yerini dəyişdir. Sonra bizdə var abzasları sıralamaq. Abzasları biz əlifba sırasından, ədəd sırasından, ədəd sırasından və tarix sırasından sıralaya bilərik. Yəni ki, hansı abzasın əvvəl gələ biləcəyinə qərar veririk. Bir də bizdə bu simvolu yadda saxlayın, görünməyən simvolları aktivləşdirir. Görünməyən simvollar bizdə hansıdır? Boşluq simvolu deyək, abzas simvolu deyək, ondan sonra başqa məsəl üçün keçidlər falan varsa onları da göstərir. Fikir verdiniz, məsəl üçün bizdə boşluq var idi bu sözlərin arasında. İndi nə var? Nöqtə göstərir. Görünməyən boşluq simvolunu görünən elədir. Həmçinin bizdə abzas simvolu var burada. Abzas simvolu da bu tərsinə çevrilmiş P hərfinə oxşayan abzas simvolunu da bizdə görünən elədir. Bura qədər sual var. Keçək abzasların siyahı şəklində salınması, yəni siyahıya alınması, mətnin siyahı şəklində salınması. Bizdə, baxsaq, 2 dənə test verilibdir. Amma bu testlərin nə variantları aydın bilinmir, nə də ki, testlərin nömrəsi aydın bilinmir. Biz nə varıq? Bizdə siyahının 2 növü var. Deməli, işarələnmiş siyahı, nömrələnmiş siyahı. Bir də çox səviyyəli siyahı var. Bu işarələnmişdən, nömrələnmişdən də olur. Əsas işarələnmiş siyahı, nömrələnmiş siyahı. Əgər biz nəyisə sadalayarkən sıra ardıcıllığına riayət olunmasına ehtiyac yoxdursa, bu zaman biz işarələnmiş siyahıdan istifadə edə bilərik. Misal üçün ki, məktəblinin məktəbdə keçdiyi dərslərin siyahısı. Burada biz tarix dərsini, Azərbaycan dili dərsindən əvvəl deməyimizi və yaxud da sonra deməyimizin o qədər də bir önəmi yoxdur. Bizdə sadəcə məktəbdə keçilən fənlərin siyahısı istənilir. Düzdürmü? Bir də var ki, gün ərzində keçilən dərslərin siyahısı. Burada artıq ardıcıllıq gözlənilməlidir ki, bilək ki, birinci dərs sahəsidir, ikinci dərs sahəsidir, üçüncü dərs sahəsidir. Düzdürmü? Bu zaman bizdə nömrələnmiş siyahıdan istifadə olunur. İndi biz nə varıq? Gəlirik, mətnimizi seçdik. Bunu nömrələnmiş siyahı kimi verə bilərik. Nömrələnmiş siyahı kimi verdik. Amma bizdə belə bir problem yarandı ki, bizdə variantları da siyahı elementi kimi götürdü. 1, 2, 3, 5, 15-ə qədər, 13-ə qədər getdi, çıxdı. Bu zaman nə varıq? Çox səviyyəli siyahıdan istifadə edirik. Seçdik. Hansı variantlarımız ki bizdə var. Bunları variant şəklində yazmaq istəyirik. Gəlirik və change list level. Yəni ki, siyahının səviyyəsini dəyiş. Çox səviyyəli siyahı deyirəm də. Həmin buradan seçə bilərik. Məsəl üçün, ikinci səviyyə. Level 2 görsəndə, ikinci səviyyə. Vurduq, artıq həmin şeyləri abzasları deyək də. Hər biri ayrıca abzaslardır. Bizdə variant kimi görsədir. Və yaxud da bunu gəldik, seçdik.
change list level'dan yenə də bu şəklə gətirib salırıq. Burada bizdə İngiliz oldu. Aha, indi görək, birinci testimiz qabağında variantlar, testin özü qabağında variantlar, ikinci test qabağında variantlar. Aydındır? Və işarələnmiş siyahıda bunu ləğv eləyək. Öz avtomatik. Biz burada nömrələnmiş siyahını seçəndə avtomatik qoydu. Obislərin də, variantların da qabağında başlayanda bu belə bir şəkildə idi də. Görürsən 1, 2, 3, 4, 5. Sadəcə biz 2, 3, 4, 5, 6-nın səviyyəsini dəyişdik. Oldu bu şəkildə. Aydındır? İndi baxaq. Mətnin axtarılması və əvəz olunması. Bizdə mətn verilir. Mətndə biz hansısa sözü axtarırıq. İngiliscə tapmağa nə deyirlər? Find. Yadda saxlayın. Ctrl F. Və yaxud da burada uyğun Ctrl Find əmri var. Ctrl F-i basanda sol tərəfdə bizdə belə bir panel açıldı. Mən təhsil axtarmışım, onu görsəndir. Bizdə axtarış sorğu pəncərəsi, dialoq pəncərəsinə çıxa bilər. Sorğu deyirəm, dialoq pəncərəsinə çıxa bilər. Word-ün versiyası asılı olaraq dəyişir bu. Qısası, bizdə sol tərəfdə axtarış paneli çıxdı. Biz buraya yazırıq, biz tutaq ki, təhsil sözünü axtarırıq. Təhsil yazdıq və bizdə görsədir ki, 12 nəticə tapıldı. Burada nəticələrin işləndiyi cümlələr və yaxud da ifadələr göstərilibdir. Hansını istəsək, seçirik və ora keçmiş oluruq. Aydındır bu. Ctrl F. Sonra bizdə mətnin bir hissəsinin əvəz olunması var. Misal üçün, biz təhsil sözünü education-dan əvəzləyirik. Ctrl H. Yadda saxlayın. Ctrl H. Ctrl R replace deyirsən. Ctrl R bizdə sağa düzləndirir. Right sözünü. Birini qoyub ofisə keçirəm. Əvvəldə deməliydim, yaddan çıxıb. Bizdə bu düzləndirmələr var. Bunlar hərflərdir. Klaviaturada qısa yollar da var. Yadda saxlayın. Ctrl L left sözündən. Left sözün birinci hərfi. Ctrl L sola düzləndirir. Ctrl R right sözü sağa düzləndirir. Mərkəzə düzləndirilmə məntiqlə götürsək Ctrl C olmalıdır. Amma Ctrl C bizdə kopyalamaq əmridir. Ona görə də ikinci hərfi götürdülər. Ctrl E-dir. Mərkəzə düzləndirmə Ctrl E-dir. Bir də justify var. Hər tam düzləndirmə. Bu da Ctrl J-dir. Klaviaturadan Ctrl J ilə bizdə düzləndirmək olur. Gəldik biz əvəzləməyə. Ctrl H-dir bizdə əvəzləndirmə. Klaviaturadan Ctrl H-ni vuranda bizdə belə bir dialoq pəncərəsi açılır. Deyir ki, nəyi nəyə əvəzləyik? Mən əvvəlcə bunu eləmişəm deyə, sizin əvvəlki qrupda bunu etmişəm deyə artıq bura düşüb. Biz hansı sözü dəyişdirmək istəyiriksə, məsələn biz find what, yəni nəyə axtaraq tapaq, nəyə tapaq. Təhsil sözünü yazmışam, yəni təhsil sözünü tapırıq. Nə replace with, yəni nə ilə əvəzləyək? Education-la. Aşağıda bizdə 3 düymə var. Replace, replace all, bir də find next. Nə işə yarayır? Replace bizdə kursordan sonra gələn ilk sözü əvəzləyir. Replace all, aydın məsələdir ki, buna verəcək. Hamısını əvəzləyəcək. Find next də növbətini tapır. Kursordan sonra gələn növbəti sözü tapır. Əgər dəyişdirmək istəsən, replace vurursan, istəməsən, find next vurur, getsən. Biz replace all vursan, deyir 12-dən söz əvəzləndi. Close vururam. Artıq başda fikir veririk. Bizdə bütün təhsil sözlərin əvəzinə education sözü əlavə olundu. Geri qaytaraq, bu bizə lazım deyil əvəzinə. Geri qaytarmaq nə idi? Ctrl Z. Ctrl Z son əmrin ləğvidir. Ctrl Y son əmrin təkrarlanmasıdır. Yəni ki, bizdə məsəl üçün Ctrl Z ilə son əmri ləğv elədiksə, Ctrl Y vursaq, həmin sonuncu əmri geri qaytaracaq. Aydındır? Ctrl Z yoxdursa, sonuncu əmri 2 dəfə icra edir. Yəni, məsələn, sonuncu əmri alma yazmışıqsa, Ctrl Z-dən də istifadə eləməmişiksə, Ctrl Y-ni vursaq, alma sözü təzədən yazılacaq. Sonra bizdə belə bir hissə də var idi. Copy-paste olan hissə. Bunu demişəm, sadəcə bir də istədim nəzər salaq. Bizdə sözün bir hissəsini seçirik. Bizdə
yadınızdadır, qovluqlarda kopyalamaq, bir də kəsmək var idi. Kopyalamağı vururuqsa, məsələn, burada təhsil sözünü seçdim, kopyalamağı vurdum. Hər hansı bir hissəyə keçirəm, yeni abzas yaratdım. Paste əmrini sıxsam, klaviaturadan Ctrl-C kopyalayır, Ctrl-V əlavə edir. Aydındırmı? Paste əmrini sıxsam, bizdə neçə dəfə sıxsam, o boyda da bizdə əlavə eləmiş oldu. Sonra bizdə Ctrl-X var. Aha, Ctrl-X. Məsələn, bunu seçdim. Kat əmrini vurdum. Gəlirik. Kat əmrini vuranda gördünüz, bizdə ləğv elədi. Ləğv elədiyəndə, belə deyək, kəsif götürdü da. Yeri dəyişdirmək üçündür. Ctrl-V-ni vurduq, bizdə əlavə edir. Qovluqlardan fərqli olaraq, qovluqlarda katla götürüldüyümüzü bir dəfə əlavə edir. Burada katla götürəndə də, kopya ilə götürəndə də istədiyin qədər əlavə etmək mümkündür. Bir də bizdə belə bir əmr var. Format Painter. Yəni ki, mətnin bir hissəsinin formatlanmasını, əlamətlərini başqa hissəsinə keçirmək üçündür. Məsəl üçün, mən mətnin bir hissəsini seçdim. Bunu rəngini göy rəng elədim, böyük və qalın şriftdən yazdım. Bu şəkildə. Seçilir də aşağıdan, düzdürmü? Biz buradan nümunə götürürüksə, kursor burada tərbiyə sözü üstündədir. Biz ondan nümunə götürürüksə, kursora baxın indi. Kursor fırça şəklini aldı, görürsünüz? Fırça şəklini. Hansı mətn hissəsini seçsəm, həmin mətn hissəsi, məsələn, bu hissəni seçdim, 4 söz seçdim, həmin formaya düşəcək. Və yaxud da adi buradan götürdüm, yenə də seçdim, əlavə elədim onlara. Və bizdə əvvəlki vəziyyətdən qayıtmış oldu. Çünki normal mətndən götürmüşdüm da nümunəni. Bizdə klaviaturadan qısa yolu, deməli, klaviaturadan kopyalamaq, yapışdırmaq Ctrl-C, Ctrl-V idi. Burada da Ctrl-Shift-C, Ctrl-Shift-V-dir. Aydındır? Bir də belə bir şeyə də baxaq. Məsəl üçün, bizdə təhsillə bağlıdır mətnimiz. Təhsil yazdım, biz bunu başlıq kimi əlavə eləməliyik. Düzdürmü? Nağarırıq, gəlirik Styles'dan, üslublardan, biz sadəcə başlığı seçirik. Müxtəlif səviyyəli başlıqlar var. Bunları da mündəricət mövzusuna baxanda deyəcəklər şey arayır. Yəni, orada görəcək. Əslində, belə bir şey deyim. Bizdə başlıq və alt başlıqlar olur da. Tutaq ki, biz hansısa bir mövzuya başlayırıq. Nətər olur? Tutaq ki, 7-ci mövzu, 7-ci bölmə deyək. Mövzu yox, bölmə deyək. 7-ci bölmənin 7.1-ci mövzusu, 7.2-ci mövzusu, düzdürmü? 7-ci bölmə bizdə olur 1-ci səviyyə başlıq, 7.1, 7.2 olur bizdə 2-ci səviyyə başlıq. Ehtiyac olsa 3-cü, 4-cü, 5-ci səviyyə başlıqlar yarada bilirik. Aydındır? Kimin sualı var? Kim nəyi başa düşmədi?